buradan bütün dünyadaki alimlərə, bir də professor doktorlara səslənirəm. İllərdir, əsrlərdir xərçəng xəstəliyin dərmanı tapa bilmirik. Otu buna qatırıq, bunu ona qatırıq, göy yaşıla qatırıq, nəsə yaratmağa çalışırıq, amma xeyri yoxdur. Bəlkə onun çarəsi Premier Liqadır olar. Sanki o adam Premier Liqa oyununu izləsə, hər şey yaxşı olacaq. Sanki o xəstə adam o Premier Liqa oyununu izləsə, 2 saatlıq bədəndən ağrılar yaddan çıxacaq. Sanki o adam Premier Liqa oyununu izləsə, dünya daha da gözəl olacaq. Şualar, Big Five 19-cu tur qutardı. Gedirik açılış oyunu Stamford Bridge-də şualar. Chelsea Bournemouth-u qəbul edirdi. Bu arada qeyd edim ki, Bournemouth'un 2 dənə qoldu, outdan oldu şualar. 6-cı dəqiqədə Brooks içəri Savenio atır, Talpa ona buna deyir, qapısından top qayıtır, bir dənə də vurur Brooks, boş qapı, gol. Palmer 15-ci dəqiqədə penalti, Fernandes 23-cü dəqiqədə 9-a Prama Garnacho verir, 9-a çəkib vurur, qəşəng gol, 2-1. 27-ci dəqiqədə də şu olur, Justin Kluivert, əfsanə Kluivert'in oğlu 27-də 2-2 eləyir. Növbət xal itkisi Mareskan qol olmalı olur. Bəlli məsələ idi, qabacadan bəlli idi Mareska gedəcək. Bu oyunda nöqtə atışı oldu şolar. Chelsea azarkeşlərinə buradan səbir dilirəm. İnşallah gələcəkdə hər şey yaxşı olsun sizin üçün. Amma hal-hazırda vəziyyət ürək açıcı deyil. Şolar 2-2 gedirik növbəti oyuna. Növbəti oyuna gedirik şolar. Deməli növbəti oyun. Arsenal Aston Villa. Aston Villa inanılmaz seriyası var idi. 11 oyun, 12 oyun, 13 oyun opş turnirə götürəndə qələbə. Hardasa favorit demək, ki, belə deyək, çox adam Aston Villa'nı Arsenal udacağını fikirləşirdi Daja Emirates-də şolar. Arsenal öz növbəsində liderliyi vermək istəmirdi şolar. Birinci tam aşağı yuxarı eyni oyun oldu. Aston Villa'nın da momentləri var idi. Watkins əyir vurdu məsəl üçün 2-3 dənə təkbətək epizodları var idi. Polo moment deyə belə. Arsenal'ın da momentləri var idi. Amma bunlar hamısı polo momenti olur. Əsas hadisə burada ikinci time'da baş verir. Bukayo Saka Gloy'dan qaldırır, Gabriel Magalhaes gol, Zubimendi 52'də gol, 69'da Trossard gol, 78-ci dəqiqədə Gabi Jesus Zamen'dən girir gol, 90+4'də Oli Watkins təsəlli gol deyirsiniz, nə deyirsiniz deyin, 4-1 şolar, Oli Watkins 4-1. Məsəl üçün Gabriel Magalhaes qayıtdı, Arsenal azarkeşlərin içində bir rahatçılıq gəldi. Sən gələ bilin ki, məsəl üçün Aleve yeyəndə daha da dadlı olur Gabriel qaydanda. Nə bilim, sanki elə bir müdür 3 ayda maaş vermir, Gabriel qayıtdı məsəl üçün 3 aylıq maaş köçdü karta. Dünyada nə qədər gözəl şey varsa Gabriel'in qayıtmağı ilə bir yerdə olur. Sanki Gabriel Arsenal'da olan müddətdə Arsenal oyunu düzməyəcək. Adam içində elə bir güvən his verir. Gabriel Magalhaes yaxşı ki Arsenal'da varsan, çox sağ ol Gabriel Magalhaes. Növbəti 3 xalımızı qazandıq şolar. Çempionluq yolumuzu davam edirik. Aston Villa uduzdu. Aston Villa'nın əsas məqsədi şolar Çempion Liqasında qalmaqdır. Yəni ki, möhtəşəm nəticədir. Hal-hazırdakı Aston Villa möhtəşəm Aston Villa. Uduzmağa baxmayaraq şolar. Keçirik növbəti oyuna. Növbəti oyun Old Trafford'da şolar. Manchester United Wolverhampton qəbuli açıq-aşkar favorit. United idi burada da, səfərdə də 4-1 udmuşdu birinci qrupda. İkinci qrup evdə qəbul elədi. Zirgze 27-ci dəqiqədə şolar. Hesabı açır. 45'də Craig, səhv deyə bilərəm adın. 45'də 1-1 eləyir şolar. United azarkeşləri növbəti necə demək, United azarkeşləri belə qıraqdan baxırlar. Oyun ürək açıcı deyil. Turnir cədvəli ürək açıcı deyil. Futbolçular ürək açıcı deyil. Sanki bu dünən də belə idi, bu gün də belə idi, sabah da belə olacaq. Nə vaxt düzələcək heç kim bilmir. Çox qəribə hadisələr baş verir olar. Ruben Amorim'e o qədər şans verilir rəhbəri tərəfindən. Yenə də bu üçlükdən əl çəkmir. Şəşkoya 85 milyon vermirsən, bir poxa yaramır. Transferlər bərbad. Oyuncular zədəli, yarısı Afrikada, yarısı zədəli. Hər şey pisdir. Hər şey pis. Wolves'u udmalısan, evində Wolves'u uda bilmirsən. Çox pis günlər yaşayır şolar. Manchester United azarkeşləri çox pis günlər yaşayır. 1-1 növbəti oyuna keçirik şolar. Növbəti oyuna keçirik. Leeds Liverpool şolar. Liverpool Leeds daha doğrusu
Mən oyuna düzdür icmalına baxdım, oyuna baxmamışam. Sanki bol moment şanslı oyun olmadı. Bir tane epizod var idi, Ekitike penalti kazana bilərdi birinci time'da ama yıxılmadı. Yıxılsaydı belki penalti verəcək şey olar. Liverpool da stabildir. Son qələbələrinə baxmayaraq şey olar. Liverpool da qabaqçı Liverpool aurasıdır. Anfield'da da sanki Anfield'da deyirsən ki rəqiblərə çətindir. Anfield'da da o cür rəqiblər sanki öyrəniblər ki orada xal itirməməyə. Liverpool, Leeds burada çox danışacaq bir şey yoxdur şey olur. 0-0 0-0 keçirik növbəti oyuna. Dünən axşam şey olur. Sunderland Manchester City Arsenal qələbəsindən sonra City'yə nə olsa da qələbə lazım idi ki 2 xal fərqi qorusun şey olur. Sunderland'i hamımız tanıyırıq. Bu il evdə Premier Ligada ümumiyyətlə oyun uduzmayıb. Möhtəşəm Sunderland. Halbuki zədəlləri var. Plus Afrikaya gedən futbolçular var. Belə yarımçıq Sunderland olsa da canla başla mübarizə elədilər. Arsenal'a qarşı necə oynamışdılarsa evdə City'yə qarşı elə oynadılar. Təslim olmadılar. Birinci qrup 3-0 uduzmuşdular Etihadda. İkinci oyunda tam başqa oynayıcılar. İki tərəfli qarşılıqlı gol epizodlar var idi. Sunderland'da 2-3 dənə moment var idi. Yavna momentdən söhbət gedir. Şolar vura bilmədi. Donnarumma spasat elədi, çıxartdı. City'nin də yavna momenti var idi. Şolar. City'nin də yavna momenti var idi. Sunderland'ın qapısı şolar. Rus inanılmaz qapısı şolar. Bu dəqiqə biz kimi oxşuyur. Elə bir ramkada Courtois-dır. Ayaqla da Ederson. Bunlar ikisinin qarışığıdır. Yəni inanmıram ki yayda beləncə top qapıcı Sunderland'da qalar, yayda harasa gedəcək top kluba şey olar. Möhtəşəm qapıcıdır. Guardiola'nın başla vurduğunu o necə reaksiya verdi, necə seyf elədi. İnanılmaz bir qapıcıdır. İnanılmaz bir fantastik oyun oldu. Əsl Premier Ligaya yaraşan oyun oldu. 0-0 olsa da ürəklər, o adrenalin heç vaxt dayanmırdı. Sayəli son 10 dəqiqədə vapşe şey olar. Nəfəslər kəsilmişdi. Yəni izləyənlər başa düşür nə demək istəyirəm. Möhtəşəm oyun. Əlbəttə Arsenal azarkeşlər sevinir ki City xal itirdi. Amma o demək deyir ki çempionat qurtardı. Şey olar. Çempionat hələ uzun marafonda hələ 19-cu tur qurtardı şey olar. Hələ 38 tur var. Yəni əminəm ki bundan sonra City də xal itirəcək, Arsenal da xal itirəcək, hamısı xal itirəcək. Kim çempion olacaq? Kim stabil qalsa o da çempion olacaq şey olar. Kim az aşıb eləsə, kim az səhv eləsə, kim az zədə alsa, kim çox oyun utsa əlbəttə o çempion olacaq şey olar. Çempionluq söhbəti gedə bilməz, hələ hər şey tezdir. 4 xal fərq yarandı. 4 xal fərq yarandı. Birdən turnir cədvəlini də deyim, ondan da yekunlaşdıraq şey olar. Deməli, birinci yerdə Arsenal 45 xal, ikinci yerdə City 41 xal, üçüncü yerdə Aston Villa 39 xal, dördüncü yerdə Liverpool 33 xal, beşinci yerdə Chelsea 30 xal, 6-cı yerdə United 30 xal şey olar. Hal-hazırda vəziyyət belədir. 19-cu tur qurtardı. 20-ci turda görüşərik inşallah. Sağ olun inşallah.